Bugün sizin üçün fərqli bir video çəkmək istədim. Biz rəfiqəmlə bir yerdə bulvara getmək istəyirdik, amma hava çox soyuq olduğu üçün City Park Mall-a gəldik. Burada Zəncəfil restoranına baş çəkdik. Buranın yeməkləri çox dadlı idi. Sonra mağazaları biraz gəzdik. Mən qızıma bot axtarırdım, amma çox təəssüf ki, tapa bilmədim. Paltarlardan heç nə almadıq. Mallda yaxşı tanınmış mağazalar var idi. Məsələn, Derry Mode, Cotton, New Yorker, Flower Nose Corner var idi. Orada gözəl qablaşdırılması olan kosmetika satılırdı. Bu mağazadan çox xoşum gəldi. Burada təbii daşlar satılır. Çox estetik görünürdü və özəl bir aurası var idi. Sonra mən yelləncəyə mindim və az qalıb yıxılmışdım. Rəfiqəmlə nə qədər güldük. Mən Rossmanndan özümə əl kremi aldım. Bir də marketa girib evə bəzi şeylər aldım. Evə gələndə çox yorğun idim, amma buna baxmayaraq makiyajımı təmizləyib üz rutinimi etdim. Alnımda bir dənə yersiz sızanaq çıxıb, ona dərman çəkdim. Bütün kremlərimi üzümə yaxdım, sonra yatdım. Mənə abunə olsaz çox şad olaram. Hələlik.